Salamlar. Dostlar salamlar. Akartın dəstəyi ilə bugün biz kinodan danışacağıq. Bəli. Azər Aydəmir bizim qonağımızdır. Aktyor, kino prodüser və ssenari müəllifi. Azər, biz niyə özümüz üçün kino çəkə bilmirik? Biz kino çəkəndən sonra niyə din xadimlərindən, kənd sakinlərindən, el-obadan, bələdiyyədən üzr istəyirik? Niyə biz kinonu çəkib sonra başlayırıq üzr istəməyə? Mən təsəvvür etmirəm ki, arxanızda rəsmi olan Axundov yazdığı əsərlərdən sonra din xadimlərindən üzr istəsin. Cəlil Məmmədquluzadə ölülərə görə üzr istəsin. Sapir Hopopnaməyə görə üzr istəsin. Niyə bizdə kino artıq çəkiləndən sonra üzr istəmə şeyinə çevrilib, bir sənətinə çevrilib? Mən böyük şübhə ilə yanaşıram ki, Cəlil Məmmədquluzadə ölülərə görə üzr istəməyib. Ola bilsin ki, hansısa şəxsi məclislərdə haçansa bir şeylər başına gəlib ki, indi biz bilmirik. Amma ona ruhu şad olsun o gözəl əsərə görə. Mənim buna bir cavabım var. Kino ideologiyadır. Bu Sovetdən gəlmə bir cümlədir. Əslində həqiqətən də belədir. Bizim cəmiyyət biraz konspirologiya sevərdi və hələ də kino ideologiyadır, kino sifarişlə hansısa fikrin beyinə yeridilməsi instrumentidir, mexanizmidir deyə düşünür cəmiyyət. Və kinoda, yaxşı kinoda işlədilən hər bir cümləni öz ünvanına götürür. Dövlət mənə nəsə demək istəyir, dövlət mənə söz atır. Dövlət bu kino çıxardanların əli ilə mənə vurmaq istəyir. Doğrudan da böyük əksəriyyəti elə düşünür. Misal üçün, din xadimləri, mən çox güman ki, film sonuncu şam yeməyindən gedir. O vaxt bir xoşa gəlməz qalmaqal yaşanmışdıq. Bizə söz atırsınız, bizə ki, hansısa qurum düşünür ki, bizə söz atır. Mən də ona cavab vermək məcburiyyətində sayıram özümü. Entertainment, film əyləncədir, film hardasa dramadır, hardasa komediyadır kimi yanaşmırlar. Eyni məsələ vəkillərlə qalmaqaldı əqrəb mövsümü nümunəsində. Vəkillər dərhal düşündü ki, bizə hansısa dərin dövlət, tırnaq arasın, həqiqətən də elə düşünənlər var ki, hardasa dərin dövlət var, bizə söz atır. Var, mən durum onun cavabını verim. Eyni cürdə bu yaxınlarda baş vermiş, xoşa gəlməz, kənd sakinlərinin narazıçılığına səbəb olan Buzovna hekayəsi. Mən o yaradıcı uşaqları tanıyıram. Əminliklə deyə bilərəm ki, onları heç ağlının ucundan da keçirməyiblər ki, belə bir şey ola bilər. Sadəcə ssenari yazanda beyin ilk Buzovna gəlib ağlına. Biraz da nə bilim, səhərsi gün yazsaydı başqa kənd gəlir, Türkan gələrdi, Mehtabad gələrdi. Yəni, hər bir şey yazacaqdı da ora nəsə. Sadəcə yəqin Buzovna yazıb və elə də götürüb çəkiblər. Orada da bir konspirologiya axtarışı var. Aha, deməli bizim kəndə nəsə söz demək istəyirlər. Bari mən cavablarını verim. Əslində qınamıram, bu Sovetdən gələn propaganda üsuludur. Yəni Sovet vaxtı kino təbliğ olunanda, daha doğrusu dövlət kinonu insanlara təbliğ edəndə deyirdi ki, bax, bu kinoda bax bu mesajı vermişəm, bu kinoda bu mesajı vermişəm. Amma Hollywood misalından sonra bu kino sadəcə biznesə çevrilib, entertainmentə çevrilib deyə indi biz sadəcə nəsə yazanda maraq dairəsini çoxaldan bir söz artırırıq, məkan artırırıq və heç düşünmürük ki, o üsuldan olan xətir nədir? Bir dənə məsələ var, üzr istəyirəm. Əqrəb mövsümü 2 dünya bir olsa filmində bir dənə sözünüz var. Şıklardan kim var? Və o hissə götürülür. Başqa-başqa adamların videoların üzərinə qoyulur ki, bu ştatdan kənar işçidir və bundan ehtiyatlı olun. Artıq filmdən götürülmüş statı kimisə bəlkə də ləkələmək üçün, kimisə bəlkə də nə bilim açığa çıxartmaq üçün istifadə olunur. Niyə belədir? Nə üçün? Bu da əslində təhlükəli tendensiya idi düşünürəm. Şıkı ştatdan kənardır, ictimai polis nümayəndəsi deyəsən. Rəsmi açıqlaması da budur. Bu qanunvericiliklə var, bu status var, bu vəzifə var və bu vəzifədə işləyən insanlar var. Niyə qıcıq oldular bilmirəm. Valla hərdən
cəmiyyətin, tamaşaçıların beynində bir başqa şey var. Yaradıcı insanların beynində bir başqa şey var və onlar hərdən uzlaşmır. Və ortada həmişə o kimdirsə o dərin dövləti axtarırlar. Bu yanlış anlaşılma sizcə niyə bizim cəmiyyətdə çoxdur? Məsələn, mən belə ümumi baxıram, Turalla da tez-tez müzakirə eləyirik. Toplumların, sosiumların aldıqları qərarlara. Məsələn, yaponlar qəribə qərarlar alırlar da. Məsələn, bir müğənni siqaret çəkiləndə tutulur, gənclərin çox sevdiyi. Siqaret idi, içki idi, siqaret idi, səfərlər. Siqaret idi. Siqaret idi və onu linçləyirlər və qərar alırlar ki, bu gənclərin qarşısında məşhur olmağa layiq deyil. Bizim isə qərarlarımız həmişə bu belə qarşı durmadadır. Məsələn, nə bilim, elə axırı taksi söhbətidir. Taksiyə kömək eləyək, eləməyəkmi? Bu kino yaxşıdırmı, pisdirmi? Bu cəmiyyətin doğru qərar verməməyi kino ilə bağlı da elə. Məsələn, kinoya baxır, belə qərar verə bilmir də. Siz qərar yoxdur ortada. Olan qərar da çox belə səhvdir. Məsələn, TikTokerlərin tutulmağı. Bilmirsən ki, TikToker tutulub, şeydir, düzdür, düz deyil. Bunun bu biri tərəfi də var. Bəzi qurumlar, sən demiş, axı açıqlama verməyə də özün borclu hiss eləmir. Məsələn, niyə tutuldu o TikTokerlər? Mən bilmirəm. İndi mən canlı yayım, açmayım. Açmıram amma amma o şeydə qalırsan. İndi siz sabah ssenari yazanda bunu deyim yoxsa deməyim. Belə kənd var axı. İndi bu kəndin adını deyim yoxsa yox. Yəni baxın, sosial şəbəkələr bizim dünyamıza, həyatımıza çox gözəl instrumentlər gətirib də, dünya ilə bir insanı yaxın edib. Amma çox mənfi tərəfləri də var. Onlardan da biri haterlar ordusudur. O hər bir ölkədə var. Haterlar tərcümədə indi kim anlamırsa zəhləsi gedənlər deyə bilərik. Yəni sözlü tərcümə belə olardı bəlkə də. Hansı ki hər şeyə bir mız qoymaq məcburiyyətindədirlər. O da şuuraltı hər bir insanın, lap iki mən qarışıq, şuuraltı öz problemlərimin, öz narazılıqlarımın sosial şəbəkələr vasitəsilə hansısa məni qıcıq edən bir vizuala zəhərimi tökməkdir. Belə deyək. Bizim cəmiyyət gəlin belə eləyək, taksi məsələsinə qayıtdıqda. Mən misal üçün bu uçan taksi məsələsində ilk olaraq heç açığı rəsmi qurumların açıqlamasını gözləmədən belə mən çünki özüm taksi istifadəçisiyəm. Ömür boyu da olmuşam. İndi hal-hazırda avtomobil istifadəçisiyəm. Mən demək istəyirəm, ümumiyyətlə taksi sahəsi ilə çox yaxından tanışam. Çox gözəl bilirəm sistemi necə qurulub və necədir. Mən dərhal öz fikrimi bildirdim ki, bu özünə qəsd cəhdi idi. İntihar cəhdi idi, düşünürəm. Subyektiv fikrimdir. Hər halda nə baş veribsə, insan səhvdir və cinayətkardır. İndi siz də yəqin sosial şəbəkələrdə olmuşsunuz, tamamilə bütün ölkə, bütün cəmiyyət olaraq, xaricdə yaşayan Azərbaycanlılar belə 50-50-yə bölündü bu fikirdə. Deməli, 50% mənimlə razıdır, 50% deyir ki, yazıq, kasıb insan, məzlum insan, ona kömək etmək lazımdır. Kişinin başına iş gələr. Tamam, gələ bilər. Amma mən gözümü açandan bu dünyaya ən absurd, ən qanlı qadalı, ən dəhşətli, fəlakətli qəzalar ya məmur balalarının avtomobili ilə baş verən qəzalar olub. Çox bahalı avtomobil insanları bədbəxt eləyib, keçib üstündən. İndi misal üçün mən 2009-da Bilgə yolunda çox dəhşətli bir qəza var idi. Rəhmətə gedənlər də var idi orada. Son 10 ildə də müşahidələrim onu göstərir ki, ən qanlı qəzalar taksi sürücülərinin iştirakı ilə olur. Mənim nəticəm odur ki, bu niyə baş verir? Düzdür, ortalama da qəzalar olur da, indi həyatda əlbəttə heç kimisi ortalamayıb. Çünki hər ikisi də o maşına görə pul verməyib. Məmurun balasının, yəni qəza törədən məmurun balasının vecinə deyil o maşın. Taksi sürücülərində son 10 ildə, son 8 ildə belə bir sistem yaradılıb ki, gəl 20 manat ver, götür maşını sür. Onun da problemləri, dərdi. Üstəlik bir maşın da var, təzə gəlir əlinin altına.
Niyə bu maşının sahibində o maşın var, verir ki, mən sürüm, niyə məndə yoxdur düşünən sürücü var. Ayağım basır qaza, tüpürüm bu dünyaya deyib uçur körpüdən. Mənim gəldiyim nəticə budur. Aşağı yuxarıda sonra verilən müsahibələrdən anlaşıldı ki, hardasa mən haqlıyam. İnsanın aqressiya dolu müsahibəsi. İndi bu 50%-ə qayıtdıqda ki, bunu dəstəkləyən bizim xalqımız həqiqətən də ürəyi açıq, çox gözəl xalqdır. Amma o xalqın da içərisində manipulatorlar var ki, cəmiyyət başa düşmədi ki, burada taksi şoferinin yazığı gəlmək məsələsindən söhbət getmir. Burada rəsmən dövlətə qarşı Joker yaratmaq cəhdindən söhbət gedir. İnsanlara anti-qəhrəman lazımdır. Daha doğrusu qəhrəman lazımdır, amma anti-qəhrəman toplumdan lazımdır. Xəbər çıxdı ki, insan dələduzdur. Yox, olsun da dələduz borcu olub, banka pul verib. Qardaşımızdır da, indi banklar imkanı olmayıb demə. Yaxşı. Xəbər çıxdı ki, adamın ayağında kələpçə var. Hədə banklar çox şərəfsiz bir qurumdur, ona görə yəqin o polisə veriblər, ona da kələpçə verir. Sonra xəbər çıxdı ki, bu adamın epilepsiyası var. Epilepsiya da hər kəsdə ola bilərdi. Fikir verirsiniz arqumentlərə. Arqumentlər o da onlar çox gözəl başa düşürlər ki, bu tamamilə səhv bir yoldadılar. Amma Joker yaratmaq cəhdi var. Mən o Joker qəhrəman vasitəsilə sizdən acıq çıxıram. Sual yaranır, o siz kimdir? Deyə də bilmir, açıqlaya da bilmir, müxalif ola da bilmir. Amma anti-qəhrəman yaratmaq istəyir. Bu çox təhlükəli tendensiyadır dostlar. Mən əslində mənim əsəbləşməyimin, o cür statusları yazmağımın səbəbi buydu. Çox ağıllı insanlar mənə yazıb ki, Azərbəy, siz hörmətli aktyorsunuz, siz bir taksi sürücüsü ilə uğraşırsınız, yəni ayıb döyürsünüz. Valla. Mən də indi orada sosial şəbəkələrdə başa sala bilmirəm ki, əzizim, mənim bir vətəndaş kimi qorxudan o taksi sürücüsü və uçan taksi deyil. Məni qorxudan sizin reaksiyanızdır. Siz kimə acıq gəlirsiniz, kimə nə sübut eləmək istəyirsiniz? Ya açıq danışaq, ya da susaq da. Bu Əlinin dediyi kimi, biz bəlkə heç seçməyi bacaran, deyirək, xalqın gözü tərəzidir, nə bilim, el gözü, nə bilim, daha doğru seçir və bu tipli bir misallar var. Amma biz özümüzə xalq deyirik, amma biz nə xalq kimi formalaşa bilmişik, nə millət kimi formalaşa bilmişik, nə də hələ cəmiyyət olmamışıq. Yəni cəmiyyət bunun ən sonuncu variasiyasıdır ki, biz artıq cəmiyyət olmuşuq. Çünki fikir var, bir fikir qoyursunuz siz ortalığa və sizin qoyduğunuz fikrə sizinlə razılaşmaya bilib polemikaya girmək var. Bir də var ki, sizi linç etmək var. Yəni ya sən bizdənsən, ya da bizdən deyilsən. Yəni bu bir parçalanma var. Bəlkə biz seçməyi bacarmırıq. Yəni həqiqətən də xalqın gözü tərəzidir deyəndə, biz xalqın gözü ilə YouTube trendlərinə baxsaq, TikTok kəşfiyyatlarına baxsaq, başa düşə bilərik ki, bu xalqın gözü tərəzi deyil. Lap xalqın gözü tərəzidirsə belə, amma tərəzinin hansı tərəfi haqdır, hansı tərəfi nahaqdır, o böyük sual yaradır. Biz millət kimi, Tural bəy, formalaşmışıq. Millət kimi biz formalaşdıq, açığı mən sizə deyim, 2020-ci ildə. Həqiqətən də mən bir dəhşətli bir status gördüm. İndiyənə kimi yadıma, bilmirəm onu kim paylaşmışdı, Allah onun canını sağ eləsin. Deməli, 44 günlük zəfər müharibəsi deməli bitdi. Berlindəydimi, Avstriyadaydımı, biri şəxsiyyət vəsiqəsini çəkib. Deyir ki, ay Allah, sənə qurban olum, deyir, bu şəxsiyyət vəsiqəsini qürurla, deyir, hər yerdə göstərə bilərəm. İnsan nə qədər qürurludur ki, bu artıq vətəndaşdır və Azərbaycanlı olduğundan fəxr edir. Xalq kimi birlik mənasında formalaşmışıq ki, uçan taksi nümunəsi göstərir ki, birliyimiz var. Amma tərəzinin gözündə çox böyük səhvlərimiz var. Yenə də bilmirəm, instrumental olaraq nəyimiz çatmır, hansı ədviyyatımız çatmır ki, biraz düzələk, topluma mı çevrilək, cəmiyyət olaraq ideallaşaq. İçərdə hırçınlar var. Türklərin sözdür, mən Azərbaycanca təəssüf ki, tərcüməsini bilmirəm, razdrajительность.
Axı Hırçın. 13 yaşlı qızın hamilə qalmasına O qədər bildiyimiz əsəbləşmədilər. Facebook segmenti o qədər əsəbləşmədi. Baxın bu çox maraqlı. Bu da məni əsəbləşdirən. Uçan taksiyə məzlumumdur mənim, xalqım, kasıbım, bari ona maşın alaq. Okeydi, amma 13 yaşlı qızı yəni belə kommentlər də var ki, ay qardaş sizin cəmaatın ailəsində nə işiniz? Sevib gedib. Bu da var. Deyir Zərdüşt Ahura Məzda şeyində, Zərdüştlə onun bağlantısında Zərdüşt soruşur ki, mən necə qalib gələcəm? Bəs bu içimdəki ordulara. Allah da ona deyir ki, bəs sənin ürəyində onsuz da orduların sayı eynidir. Sən hansı orduya keçsən, o ordu qalib gələcək. Bizdə ordu sayı çox natarazdır. Məsələn, Fransada olanda bir adamla söhbət edirik. Deyir ki, Suriyadan zaten danışdıq niyəsə. Deyir ki, biz bilirsiniz niyə parçalanmırıq Avropalılar? Çünki biz xalq olaraq dövlətin xalqın içindəki müdaxiləsi o qədər minimaldır ki, bizdə kral getdi, Fransa qaldı. Dövlət gəldi, Fransa qalıb. Bu dövlət gedəcək, AI bizi idarə eləyəcək, yenə qalacaq. Suriya deyir, birinci güllə atılanda artıq 3 hissəyə bölünmüşdü. Orada Şimali Kürdistan, burada bilmirəm nə. Bir dənə də güllə atılsa 6 yerə bölünəcək. Çünki cəmiyyət olaraq yoxdular. Bizdə də belə bir şey var. Bəlli qanun yoxdur. Məsələn, Türkiyə qanunvericiliyində ilk 3-4 maddə dəyişdirilə bilməz. Nə bilim, Atatürkə, Türkiyə. Bizdə 3-4 maddə yoxdur. Bax məsələn, Nardaran hadisələrində Azərbaycan bayrağı aşağı endirilə bilər. Onlar məsələn o hadisələrdə Azərbaycan bayrağını salıb aşağı salmışdılar. Məsələn, elə bir şeylə Türkiyədə sağı da, solu da, nə olur olsun Türk bayraqlarına toxunmazlar. Bizim qəribə ilk 4-5 maddəmiz yoxdur. Məsələn, qız uşaqlarına toxunmaq olmaz. Bu bəri başdan belə bir şey eləsək bəlkə də ilk yığışaq da əl-ələ verək. Bayraqlarına toxunmaq olmaz, daxili iqtisadiyyatına toxunmaq olmaz. Yəni ki, ilk növbədə iqtisadiyyatımdır, mənim malımdır, mülkümdür, yəni mənim məhsulumdur. Bizdə PPX maşını yandırmışdılar və çox qürurla o şeylər paylaşırlar ki, biz PPX maşını yandırdıq. O verginin alınması. Bir cinayətkarın qəhrəmanlaşması şeyi də var, tendensiyası. Dediyiniz kimi Joker yaratma cəhdidir və bu cəhdlər son bilirsiniz necədir? Qarabağ müharibə. Bakıda Gotham oxşuyur da. Elədir ki, Batman 5 ildir gəlməyib. Bir istədiyini eləyir. Biraz hərdən oxşuyur. Bilirsiniz, bizim cəmi cümlətani 32 yaşımız var. Valla bunu başa düşməlidirlər. Biz düzdür çox tarixə zədə falan gedirik ki, və Azərbaycan aydındır, Cumhuriyyət falan, amma bizim 32 yaşımız var. Bu fakt. Biz hər şeydə öyrənirik. Baxın, mən yenə də deyirəm, mənə irad bildirirlər ki, bəs filan şeyə görə niyə danışmadın, filan şeyə görə danışmadın, filan şeyə görə danışırsan. Mən başa düşürəm ki, əzizim Əli, biz öyrənirik. Ayna var ha, ayna hələmi öyrənir. O bəyən bilə-bilə oturub 3 nəfər fikirləşir ki, gəl belə eləyək, necə eləyək, Azərbaycan millətini əsəbləşdirək. Hə, qoy bağrı çatlasın, velosiped zolağın yanında avtobus zolağı çək, yanında da kater zolağı çək. Yəni, həqiqətən mi düşünürlər ki, onlar belə eləmək istəyir? Qardaş, biz Avropa modeli deyirik, görürlər, hə, avtobus zolağın metri biraz uzun idi, enli idi. Hə, düzdür, bu küçədə axmaqlıq elədi, bu küçədə zaten velosiped sürən yoxdur. Hətta bunu dəyişdirilər. Yavaş-yavaş öyrənirik, başqa sahədə də öyrənirik. Mənə hərdən deyirlər ki, belə şeylər var, yəni populist məsələlər. Hardakı bütün sosial şəbəkələr qalxır, deyir ki, bəs bir yerə vurur, mən susuram. Bilirsiniz niyə görə? Mən demirəm, mən ağıllıyam. Mən prosta televiziyada da işləmişəm. Bilirsiniz, içərdən öz millətimi, dövlətimi tanıyıram da, bilirəm nə var, nə yox da. İndi Allah Taala mənə bu cəzanı verib də, belə dırnaq arasında. Mən bilirəm ki, bizim yumurtanın qiyməti 20 qəpik deyil, 15 qəpik deyil. Bilirəm ki, yumurtanın qiyməti 72 qəpiyi ötüb keçib. Sibistoymusti da, yəni qiyməti. Mən bilirəm ki, bizim çörəyin qiyməti 60-65 qəpik deyil. Çörəyin qiyməti 1 manatı keçib. Bilirəm ki, metro 50 qəpik deyil, 1 manat 15 qəpiyi çoxdan keçib. Bilirəm ki, bu hər 3 məhsul subsidiyalaşdırmadadır. Heç kim bu haqda danışmır. Bilirsiniz, bəzi şeyləri mən bilirəm deyə, mən deyəndə bir çox adam bilir, yəni maraqlanan bilir. Və hərdən hansısa bir populist mövzuya fikir bildirəndə mənə sadəcə o... Yəni, elə də ördəm, yəni, elə də. Yəni, sən də yox da deyərlər.
Amma bu taksiyə mənim fikir bildirməyim odur ki, mənə elə bir siqnal beynimə dəndi ki, bir dəqiqə, yəni bu kasıba kömək etmək cəhdi deyil. Bu əməli başda Joker yaratmaq və üsyan çağırışıdır. Yerə gəlsin. Yəni deyirəm, mənim subyektiv fikrimdə, amma çox güman ki, mən səhv etmirəm. Və onlar çox gözəl bilir onu. Ki, nə oldu ki, sənin hər şeyə argumentin var ya. Filan şey, filan. İnsan cəmiyyətə qaytarılmalıdır. Deməli, biz biraz sosialdan danışdıq. Keçək kinoya. Sən soruşmadın. Keçək kinoya. İndiki situasiyada bizim bir neçə dəfə kino ilə bağlı qonaqlarımız olub və hər dəfə də bu sualı kinodan olan mövzularımızda veririk. Kinoya dövlətin dəstəyi. Bəli. Bir qrupu deyir ki, kinoya dövlət dəstəyi eləməməlidir. Dövlət ən pis biznesmendir. O əlini çəkməlidir və ortada bir aşüzəndir, buradan ələnir və yaxşılar qalır, pislər gedir və yekunda bu özəl sektor özünü maliyyələşdirməyə başlayır. Bunun ən sonuncu bariz nümunəsi Orxan Mərdanın bizim verilişdə olduğu çıxışıdır. Siz necə fikirləşirsiniz? Kinoya dövlət dəstək etməlidirmi? Əgər etməlidirsə, necə etməlidir? Mən Orxanla hardasa razıyam. Dövlətin dəstəyi, yəni söhbət puldan gedirsə, bilirsiniz, hal-hazırda insanlar işsiz qalmasın deyə kino cəmiyyəsinin nümayəndələri. Zaten özəl sahəyə heç kim gözünün üstündə qaşın var deyən yoxdur, sağ olsunlar. Senzura baxımından da pluralizm dövründəyik. İnşallah bu uzun müddətli olar. Senzura baxımından da açığı deyim, bir ssenari yazan kimi yəni belə bir müdaxiləyə məruz qalmamışam. İstəyir özəl sayt, istəyir YouTube content, istəyir digər. Dövlət özü kino istehsal etmək istəyirsə, arka vasitəsilə, misal üçün yeni istehsalçıları cəlb eləyirmi? Arkanın indiki deməli nizamnaməsi elədir ki, artıq dövlət istehsal etmir. Dövlət pul verir müsabiqədə udan insanlara, ssenari, mövzu xoşuna gəlir, deyir, get özün harda çəkirsən, necə çəkirsən, hansı şirkətlə çəkirsən, çək. Yenə də burada özəl sahə qazanır. Dövlət tənzimləyiciyə çevrilib hal-hazırda kinoda. Tənzimləmə lazımdırmı? Mütləq lazımdır deyə düşünürəm. Çünki mən açığı istəməzdim Azərbaycan porno industriyaya keçid etsin və yaxud hansısa bir başqa kontentə keçid etsin. Bəlkə gələcəkdə haçansa, amma yaxın 50-100 ildə bu bizə lazım deyil deyə düşünürəm. Özəl sahənin inkişafı üçün dövlət əlindən gələni etsə, əlbəttə ki, bu kinonun bir mənalı qısa müddətdə inkişafına gətirib çıxarar. Birinci addımı da vergilərin güzəştindən söhbət gedir. Misal üçün, güzəş də yox, güzəş biraz pis çıxır. Kino sahəsinin illik dövriyyəsi təxmini hesablamalara görə 10 milyona qədərdir. 10 milyon manat, 15 milyon manat, o da maksimum rəqəmlər deyirəm sizə. O Hind kinematografçılarının da Azərbaycana gəlib, Azərbaycanda kino istehsal etməsi, NTV kanalının Rusiyadan gəlib burada içəri şəhərdə serial istehsal etməsi, bütün o rəqəmlərlə bir yerdə deyirəm. O da hərdən olan bir şeydir. Bu məbləğ, maşallah, Azərbaycan iqtisadiyyatı üçün okeanda bir damcıdır. Yaxşı, okean olmur, dənizdə bir damcıdır. Mənə elə gəlir ki, bu sahə 100-150 milyona çevrilsin ki, çevrilə bilər. Çünki bizim ətraf ölkələrə eksport, ixrac etmək potensialımız var. Həqiqətən də var. Biz Türkiyəni dünya bazarında 5% yerini tuta bilsək, oğruya bilsək, bizim artıq o rəqəmlər 100-150 milyona qalxa bilər. Bunun üçün də bizə 5-6 il lazımdır. Bizə Özbəkistanla Qırğızstan lazımdır. Vəssalam şütləməm, heç Qazaxstanı saymıram. Sizə elə gəlmir ki, bunun birinci işi biz kinoteatrlarımızda gedən kinoların kassa yığımı haqqında məlumatı şəffaf paylaşmamızdan başlayır. Biz indiyənə qədər hansı Hollywood filminin və ya hansı Türk filminin və ya hansı Azərbaycan filminin kassa yığımları nədən ibarətdir, biz bilmirik. İndiyənə qədər heç kim, səhv etmirəmsə, sadəcə deyəsən bir dənə Elmətdinlə Fərdanın o Xoxan 1 filmi haqqında məlumat vermişdilər ki, 1 milyon manata yaxın kassa yığımı olub. Digər filmlər haqqında heç bir məlumat yoxdur.
mənə elə gəlir ki, bu məsələ birinci şəffaflıqdan başlayır ki, biz bilməliyik axı kinoteatra gedən filmlərin nə qədər yığım olub. Məsəl üçün şeylərin bu Ağca qız filmi, Hollywoodun Ağca qız filmi bu fail olub da. Yəni dünyada heç bir kassa yığımı olmayıb. IMDb-də ən aşağı rəqəm xal alan bir film olub. O Azərbaycan kinoteatrında olub. Məsələn biz bilmirik ki, görürsən o Azərbaycan kinoteatrlarında Ağca qız filminə nə qədər adam baxıb. Və ya bəlkə də filminə hal-hazırda Talih bəyin filmi Yüzbəyevin bir həftə ərzindəki yığımları nə olub? Biz girsək Kinopoiska, biz onlara əcnəbi filmlər də girirlər. Baxmayaraq ki, embargolar falan da var. Rus filmlərin kassası da var. Biz bilə bilirik ki, hansı film kassalı filmdir. Çox gözəl sualdır Tural. Əzim, doğrudan mən bir dəfə fikirləşmişəm bu barədə. Bir 2-3 il bundan qabaq, sonra nəsə qayıtmamışam bu fikrə. Mənə də çox maraqlıdır. Səbəbini bilmirəm niyə. Sadəcə indi səbəb fikirləşdim deyə ona görə gülməyim tutdu. Bilirsiniz, kino prokatda heç bir şəkildə fırıldaqçılıq etmək imkanı yoxdur. Hər şey həqiqətən şəffafdır. Kinoteatr boks ofisi yığır, baxışları yığır. Sonra istehsalçı ilə əvvəlcə bütün boks ofisdən sonra dövlətin vergisi ödənilir. Sonra istehsalçı ilə mənfəət vergisi də falan çıxır. İstehsalçı ilə bölünür pullar. Yəni istehsalçı, istər kinoteatr açıq rəqəmlər göstərsə, burada qorxulu heç bir şey yoxdur və potensial digər investorlar üçün də bir şey olar, bir analiz mənbəyi olar ki, mən bu işə gireyim. Bəli. Görünür ki, burada da konspirologiya başlayır işləməyə ki, mən dövlətin vergisini verdim. Kinoteatrın payını verdim. Distributor pulunu verdim. Bu mənim halal pulumdur. Sakit qalsın deyil. Şəst dili xoşbəxtlik sakitliyi sevir. Qoy bilməsin sənlə bunu kimsə alar əlimdən deyə düşünür. Yalnız o səbəbdən ola bilər. Yaxşı, bunu istehsalçı düşünür. Kinoteatr da eləmi düşünür. Kinoteatrın ağıllı iş adamlarının mülklərində biznesləri. Görünür olur deyə fikirləşir. Mən başqa səbəb tapıram. Yəni biz kassa yığımı bilmirik. Xəbərimiz yoxdur ki, hansı film nə qədər qazanır. Kimsə mənim pulumu əlimdən alır. Yəni biz reallıqda əslində bilmirik ki, Talehin filminə çox baxıblar, yoxsa hansısa türk dırnaqarası komediyasına çox baxıblar. Bəlkə reallıqda rəqəmə baxanda biz biləcəyik, həqiqətən də bu həm də məsələn Talihə və ya sizə və ya Emilə bir roadmap verir də. Mütləq təbii. Çünki rəqəmlə işləyəndə, analitika işləyəndə, data əlində olanda sən bilirsən cəmaət nəyə baxır, nəbzi tutmaq məsələsi var da. Pandemiyadan qabaq mənim dostlarımın yanında qulaq şahid olmuşam. Məsəl üçün bir istehsalçı gedirdi kinoteatrların yanına, deyirdi ki, nə bilim Əhməd adında kino istehsal edəcəm. Əla. Başlayaq. Nə qədər istəsən? Nə kömək eləyirəm? Bəlkə biraz ilkin ödəniş lazım. Deyir ki, bəs məsəl üçün may ayında çıxmaq istəyirəm. Sizdə orada atıram məsəl üçün Farsaj var, Sherlock Holmes var. Sən narahat olma, sən çək əsas sən. Bu havadan, vibe'dan, onda pandemiyadan qabaq. Mən hiss eləyirdim ki, deməli kinoteatrların Azərbaycan istehsalı filmlərə marağı var, gəlir baxımdan. Görünür, çox baxılır. Daha mı çox qazanırlar? İndi bilmirəm də orada şərtlərdən asılı olan məsələdir. İndi də o həvəs yaranıb. Mən sizinlə tamamilə razıyam ki, çox maraqlı olardı. Bu açıq şəkildə deməli bunun atçotu verilsəydi və biz də bilərdik, bəlkə ümumiyyətlə gülməli rəqəmlərdir. Bunu kim əldə etməlidir? Məsələn, kinoteatrlarla bağlı Turalın dediyi məsələ. Biz yekunu bilmirik. Ondan əvvələ gələndə kinoteatrlar bir kinoindustriyadan çıxmış memar tərəfindən bizdə düzəldilmir. Məsələn, mollarda gedirsən kinoteatrlara, bir neçə zal var ki, onların ümumiyyətlə ilk 6-7 sırasında kinonu izləmək mümkün deyil. Qıraqlardan da izləmək mümkün deyil. Məcbursan, yəni o boyda zalın, 50 nəfərlik zalın 10-15 hissəsi normal kinoya baxmaq üçündür. Yəni deməli burada bir normal kinodan başı çıxan bu bazarın yetişdirdiyi adam tikməyib də onu. Biraz kino başlayır, kino görsən ki, çox sadədir subtitle. Yəni çox ucuzlu bir şeydir Azərbaycan dilinə tərcümə. İstər rus dilindən, istər ingilis dilindən. Görsən ki, tərcümədə çox səhvlər. Bilirsiz nə qədər səhvlər var, şey var. Sonra çıxırsan bayıra, görsən ki, bir Azərbaycanda orta əmək haqqı alan adam üçün kinoteatr çox bahadır. 8 manat, 12 manat. Bir də yanında uşaqla getdin, uşaq popkorn istəsə 6-7 manat, bir dənə kola istəsə 3 manat, nə bilim nə. Normal otel qiymətində gəlib oteldə oturub yaxşı bir viski içəndə verəcəyin pulu verirsən orada uşağın popkornuna. Yəni otellə müqayisə edirəm də.
Sonra bir 40 manat pul çıxır uşaqla gedəndə ora normal kino, hələ bir uşaq ingilis dilli kino istəsə, ümumiyyətlə birinci sinif pulu getdi. Keçirsən içəri. Və görürsən ki, bunlar bu puldan, məsələn bizdə kafe filan şey deyə başlayan kafe shoplar var. İndi pul qazanmaq üçün yazıqlar qəlyan da satırlar ki, pul qazansa. Görürsən ki, kinoteatr ona çevrilir. Nəticədə belə problemlər. Bu problemlər haçan həll olunmalıdır? Kim durub deməlidir ki, problem həll olunmalıdır? Kinoteatrla bağlı məndə olan məlumata görə indi bizim cəmiyyəmiz böyük deyir, hamımız bir-birimizi tanıyırıq. Mən kinoteatr idarə etməsini bilmirəm. Bilmirəm Azərbaycanda düzmü idarə edilir, düzmü qurulur, xaricdə başqa cürdür. Amma bir şeyi dəqiq bilirəm ki, Azərbaycanda kinoteatrlar demək olar ki, hamısı ziyana işləyir. Bəxtə-bəxtə işləyir. Yəni gəlirlə, maaşın, nə bilim, yer pulu falan üst-üstə belə güclə çatır. Orada 3 kinoteatrdan pul qazandım. O pula getdim, 4-cüsünü açdım deyə bir şey yoxdur. Son 10 ildə bir mənalı olaraq yoxdur. Kinoteatrın bumu var idi 2011-ci ildə. İlk şəbəkə açılanda və ilk molumuz açılanda. Mənim həyat yoldaşım orada işləyib. Rəqəmlər sizə deyirəm, baş gecəlləndirən rəqəmlər idi. Və onun maşallah çox uzaq görən investoru var idi. 5 il, 6 il işlədi. Sonra fəaliyyət növünü dəyişdi. Getdi başqa işlə məşğul olmağa. İndi hal-hazırda bilirəm ki, kinoteatrlar fəaliyyət göstərir Azərbaycanda. Sadəcə olmalıdır da. Ölkənin kinoteatrı olmalıdır. Demək olar ki, subsidiyadadır, amma dövlət tərəfindən yox, investorları tərəfindən. Sizin sualınıza gələndə, bunun səbəbi idarə etmənin səhv olması, qiymətlərin yuxarı olmasıdırmı? Bəlkə riskə gedib, mən bu yaxınlarda bir kinoteatr şəbəkə rəhbəri ilə söhbət eləyəndə dedim, madəm ki, siz belə çox nəzik tük üzərində irəliləyirsinizsə, bəlkə vabank gedib bir risk eləyəsiniz, bəlkə düşürdəsiniz kinoteatrları 2 manata, 3 manata, nə olar, bismillah deyib, belə insanlara bir reklam kampanya. Dedi, yox, onu eləməyə riskə getmirik, amma böyük məmnuniyyətlə qaldırardıq. Biz bir kinonun adam başı qiyməti 25-28 manat arasında olmalıdır ki, biz də başlayaq artıq qazanmağa. Və inanın mənə orada səmimi notlar var idi. Çox güman ki, baxın o molun içində yerləşir, onun da öz arenda xərci var. Yəni o mola o pul ödəyir o kinoteatr. Əməkdaşları var, nə bilim zalım amortizasiyası var, proyektor və s. Düzgün qurulubmu, Əli bəy? Çox güman ki, yox. Hələ birinci sıralarla sizinlə razıyam. Repertuarla hərdən razıyam. Amma mövcud vəziyyət budur və kinoteatrlar ümumiyyətlə insanların bir cəmiyyətə də qayıdım. Mən Mədəniyyət Nazirliyinin müvafiq bir şöbəsi var, bu yaxınlarda təklif elədim. Əvvəlcə biraz skeptik yanaşdılar, sonra dedilər ki, bu qədərdir vəziyyət. Dedim, bəli, bu qədərdir. Dedim, yadınızdadır İngiltərədə, nə bilim, mən tarixdən görmüşəm də, nə bilim, digər Avropa ölkələrində o vaxt qaz gələndə, qaz ümumiyyətlə anlayışı yarananda, elektrik anlayışı yarananda şəhərlərdə posterlar var idi və bircə orada açıqlama var idi. Əvvəl qaza yaxınlaşırsan, kibriti qıraqda yandırırsan. Sonra qaza yavaşca belə addım-addım izah edirdilər. Çünki dəhşətli dərəcədə faciə fəlakətlər baş verirdi, partlayışlar və s. Nümunəni nəyə görə gətirdim? Mən təklif eləyirəm ki, ölkə üzrə billboardlarda bir ailə animasiyası olsun. Ata, ana, 2 dənə və uşaq. Kinoteatra get. Kinoteatra getmək mədəniyyətdir. Kinoteatra getmək uşaqlıq xatirələrin formalaşıb sonra nostaljiyə çevrilməsidir. Siz yenidən əlifbadan başlamağı təklif edirsiniz. Çünki mənə elə gəlir ki, problem daha fundamentaldır. Hərdən deyirlər, ay farsaj işlədi, bəlkə də işləmədi. Taleyin zəhər tuluğu işlədi, Azərin çəkildiyi Otello işləmədi. Avatar gəldi, işləmədi. Mənə elə gəlir ki, məsələ tamamilə bunda deyil. Azərbaycanda
Azərbaycan kinoteatrı vaxtından bu Rəsulzadə küçəsində yerləşən. O vaxtdan bu yana Azərbaycan üzrə kinoteatra il ərzində gedən, yəni ayaq döyən insanların statistikası çıxarılıb. Bu 220 mindən 320 minə qədər adamdır. Cəmi cümlətanı. Yəni siz indi gedib kinoteatrda bu dəqiqə zalı açsaq, orada bir orta yaşlı 45 yaşında bir Əhməd adında adam görsək, bilin ki, o adam 2008-ci ildə Brad Pitt'in kinosuna gedib Azərbaycan kinoteatrında. Yəni bu mədəniyyət onda formalaşıb. Mənə elə gəlir ki, bunu necəsə təbliğ, təşviq etmək lazımdır ki, əzdəm o kababxanalar var, o qəşəng girirsən. Mən də xoş deyirəm, elə birdən elə bilərlər, mən mədəniyyətin banisiyəm. Yox, mən də kinoteatrı, kino adamıyam, 2 ayda bir dəfə getsəm böyük şey. O girir səni qıraqda, o qazanı qaldırırlar, o dana şirəsi var falan. Elə restoranlara mən də xoş deyirəm. Girən kimi 100-150 gelir də orada. Sadəcə oradan 5 müştəridən birini uğramaq cəhdidir bu billboardlar. Gəzdin, bir gün çıxdın evdəkilərlə kinoteatra getdi. Bəlkə bölgə kinoteatrların olması lazımdır. Biz indi hal-hazırda Bakıdan danışırıq. Amma bölgələrimizdə də misal üçün söhbətimizin əvvəlində danışdığımız Sovet İttifaqında hər kəndin öz klubu var idi və ya əgər hər hansı bir yerə kino gedə bilmirdisə, klubu yox idisə, gəzən avtomobillər var idi, içərisində proyektor var idi və növbə ilə insanlar maşının içərisinə daxil olurdular və ya hər hansı bir ağ divara vururdular və kənd kinoya baxırdı. Kəndə bir mədəniyyət gətirirdilər. Bizdə isə bölgə kinoteatrları desək, biri Gəncədəki olan kinoteatrdır, bir də Şəkidəki Çingiz Mustafayev adına klubun elədiyi kinoteatrdır ki, o da çox dan yaranıb və hal-hazırda müasir kino standartlarına cavab verirmi, bunu deyə bilmərəm. Amma nə Mingəçevir, nə Quba, nə Lənkəran, nə Naxçıvan, nə Şəmkir və ya digərlərində biz kinonun təqdim edildiyini və görmürük. Bir dənə Zəhər Tuluğu taleyin bölgələr üzrə gedirdi. O da çox güman ki, bu Heydər Əliyev mərkəzlərində, gənclər mədəniyyət evlərində falan da nümayiş olunurdu. Amma biz gənclər mədəniyyət evində və ya Heydər Əliyev mərkəzində nə qədər kino billboardları asa bilərik ki, indi bu kino vizyondadır, gəlin buna baxın. Bəlkə bölgələrdə bizə kinoteatr, kiçik kinoteatr lazımdır. Yəqin ki, lazımdır, amma əsas problemin bu olması ilə bağlı da Orxan Mərdanın xüsusi çıxışları var idi. Orada bax, o məqamda mən onunla razı deyirəm. Saat meydanında Naxçıvanda kinoteatrlar şəbəkələrimizin birinin belə çox belə gözəl bir kinoteatrı var idi. Bu yaxınlarda ola bilər səhv eləyirəm bu veriliş gedəndə, amma yəni məndə olan dəqiq məlumata görə o kinoteatr bağlandı. Naxçıvan şəhərində, mərkəzdə. Kinoteatra gediş-gəliş yox idi. Bəlkə proqram seçimi düzgün deyil. Yəni Naxçıvanın baxacağı filmi verməmisən də. Ola bilər, ola bilər. Bölgələrdə belə bir cəhd var idi pandemiyadan qabaq. Asan xidmət deməli nümayəndəliklərinin bir hissəsini zallara ayırıb eləmişdilər. O da bir-iki ay işlədi, bağlandı. Orada da repertuar məsələsi ola bilərdi. Baxın, bu məsələ ilə bağlı birincisi ümumiyyətlə təbliğ təşviq məsələsi. Çünki Sovet dövründə Mitxun Çakrabortinin filmləri var idi ki, onda kənd kəsək yığışırdı, o maşınlara baxırdı. Həmin o insanlar ya dünyadan köçüblər, ya qocalıblar, artıq kino hayında deyirlər. Yeni nəsil 90'larda yaranan yeni nəsil isə kinodan çox uzaq düşüb. Rahat serial industriyası inkişaf eləyəndən sonra televiziya vasitəsilə onlara maraqlı deyir. Filan kənddən çıxıb rayon mərkəzinə gedib kinoteatra girməyə. Belə bir Mədəniyyət Nazirliyinin yeni qanun islahatlarının içərisində belə bir fundamental bir dəyişiklik var ki, o məlumat ola bilsin ki, bunu tətbiq eləsinlər. Əslində mən istibaxıram, amma çox fundamental bir dəyişiklikdir. Elə sizin də fikrinizi bilmək mənə xoş olardı. Ki, Azərbaycanda kinoteatrlarda yayımlanan bütün kinoların 80% payı Azərbaycan dilinə, təmiz Azərbaycan dublajına düşsün. 20% isə indi hal-hazırda 80%-nin yerini tutan Rus dilində dublajın payına düşsün.
Yəni ki, necə biz indi gedib ingilis dilində kinoya baxmaq istəsək, kinoteatrda işləyən adam bizə deyəcək ki, ingilis dilində olacaq 3-cü zalda sabah saat 4-də. İstəyirsən ki, bax. Rus dili də ola bilsin ki, bu kateqoriyaya düşsün. Düzdür, gündə bir dəfə ən azından olacaq. Amma geri qalan seanslar Azərbaycan dili. Çünki böyük bir arqument var cəmiyyət tərəfindən ki, hörmətli kinoteatrlar, biz Azərbaycan dili, Rus dilində kinoya baxmaq məcburiyyətində deyilik. Və mən tamamilə razıyam xalqımın nümayəndələri ilə. Çünki insan bu dili öyrənmək istəmir və məcburiyyətində də deyil. Madəm ki, deyir, mənə kinoteatr mədəniyyətini təşviq təbliğ edirsənsə, mənim öz dilimdə, ana dilimdə ver, baxın. Bu cür yanaşma ilə o 220-320 min insanın 560 min, 660 minə çatdırsaq, indi burada qara yumru eləcəm. Mən sizin bu studiyanıza axırıncı qara Range Rover-lə girəcəm. Yəni, təsəvvür eləyirsiniz. Düzdür, studiyaya girmərəm, çox da sağ. Mən sadəcə belə biraz şişirtdim, itibar formada dedim ki, başa düşsünlər ki, hansı baş gicələndirən rəqəmlərdən. Bizə cəmi 300 min insanımız əlavə lazımdır ki, hansı ki, kinoteatra getsin. İndi sual yarandırsınız ki, Azərbaycan dilində dublyaj. Azərbaycan dilində dublyaj eləmək üçün birincisi bilirik ki, o bu girən kinoteatra girən filmin, məsələn da ki Universal'dırsa, Sony Pictures'dırsa, onun dublyaj üçün yararlı versiyası verilməlidir. Onlar bizə etibar, çünki mən bununla bağlı söhbət eləyəndə bir dəfə dedik ki, onlar bizə etibar etmirlər. Çünki Azərbaycanda piratçılıq yuxarı səviyyədədir. Hələ də o piratçılıqla məşğul olan saytların Azərbaycanda girişi qadağan edilməyib. Filmlərə qeyri legal yolla izləmək imkanı var və o böyük şirkətlər o filmin pirat yolla ələ keçirilə biləcəyini güman edərək bizə dublyaj üçün filmə o qədər də razılıq vermirlər. Paddington 3 filmi Azərbaycan dilində dublyaj idi. Məşhur aktyorların və səs aktyorların iştirakı ilə Murad Dadaşov və digərləri. Mən filmə getmişəm çünki 1-2 baxmışdım qızımla, 3-ə getmişdik baxmağa. Zal boş idi Azərbaycan dili versiyasında. Yəni tam Azərbaycan dublyajı olan hissəsi boş idi. Amma hər filmi də dublyajə etmək, məsələn, onu kim qarşılayacaq? Bizdə bu qədər dublyaj studiyası və səs aktyoru varmı ki, filmin verdiyi səs effektlərini dəstəkləyəcək texnika? Məsələn, Sinemazadə o vaxtı qəşəng edirdi. Çox elə bilmədilər. Çox elə bilmədilər. 2-3 kino elədi, amma elədikləri çünki orada pis deyildi. İndi tərcümə eləyib Milli Televiziyanın o dəqiq Azərbaycan dili ilə versə, məsələn, mən istəmərəm də Batman muğam verilişinin aparıcısı kimi danışsın. Yəni Batmanlə müsabiqə rəsmi deyil axı onların dili. Əl gərəz Jennifer, gəl girək yatağa. Tamamilə haqlısınız. O vaxtı adını çəkdiyiniz şirkət bu cəhdlər göstərmişdi dünya istehsalçıları ilə ki, siz bizə açarı verin, biz sizə dünya səviyyəsində dublyaj edəcəyik. Və həqiqətən də elə komandalar, insanlar var, eləyə bilirlər. Düzdür, sayıları çox deyil, amma var. Onda özəl şirkətə inanmadı həmin o studiyalar. Sony, Paramount və s. Hal-hazırda dövlətin hazırladığı təkliflər paketində, daha doğrusu dövlət üçün hazırlanan təkliflər paketində burada qarant bir mənalı olaraq dövlət durmalıdır. Həmin studiyaların qarşısında. Və piratçılığı da onlar izləməlidir, nə bilim, oğurluğu da onlar izləməlidir. Hər şeyi onlar izləməlidir, çünki onların o boyda gigant studiyaların qabağında dövlət burada girdi. Yox, dövlət bunu İnsanlar piratın qabağı olmalıdır. İndiyə qədər insanlar filmi YouTube-da axtarırlar ki, mən YouTube-da kinoya baxacağam. Biz nədən narahatam mən dövləti? Kayna deyə, kino aynası deyə bir də qurum quracaqlar. Yenə rus dilli qaqaşlar doluşacaq ora. Gəlib baxacaqlar ki, Netflix izləyirsən. Hə, Netflixə əlavə 22% şey gətir. Bank da özlərini vergimi avtomatik bankdan tutacaq. Pis şeyə baxdın 20 manat, 10 gün ərzində ödəsən 18 manat. Qorxuram, evin içinə girməyindən çox narahatam mən artıq özəl sektor əli ilə. Ağılmam da çıxar. Netflix'i izləyirsən bir Netflix'i
Netflixə ödəniş eləmirsən, görürsən ki, hansısa fonda iyanə gedir, açılmır kanal. Bu iyanə idi. İndi isə Netflix-dir. Ya inşallah ki, elə şeylər olmaz. Burada bilirsiniz nədir? Məndə olan məlumata görə burada məqsəd həqiqətən də dilimizin korlamasının qarşısını almaqdır. Çünki kinoteatrda teatr kimi bir mədəniyyətsə, televiziyada mədəniyyət, televiziya artıq görürsünüz neçə illərdir ki, digər dillərdə kontent artıq vermir və zənnimcə düz eləyir. Amma kinoteatrda bu barədə çox açburaqdır. Yəni ki, o da anlaşılandır, çünki kinoteatra dəyən dolaşan yoxdur. O da pul qazanmalıdır və rus dilində baxan deməli 150-170 min, türk filmlərinin hər bir çıxışını da gözləyən bir 50-60 min sadiq müştərisi var ki, o da toplam mən dediyim rəqəmə gəlir çıxır ki, onlar da insan, yəni yazıqlar onları gözləyirlər ki, gəlsin, onlar baxsınlar. Azərbaycan dilində olmasının filmlərinin birinci məqsədi dili qorumaq, çünki uşaq gəlib hər hansı bir cizgi filminə, ilk növbədə cizgi filmlərinə öz dilində baxanda o ona saat yarım ərzində axan məlumat, dilin şirinliyi, o ona heç bir məktəbdə müəllim onu qarşılaya bilməz. Çünki biri var həzlə baxırsan, qulaq assan, bir də var səni məcbur eləyirlər. Bu bir. İkincisi bazarı genişləndirmək. O dediyim rəqəmlərə gəlib çıxmaq. Yenə deyirəm, bu eksperiment xarakter daşıyır. Hərdən o təkliflər paketini hazırlayanlar özləri də deyirlər ki, ay Allah, birdən baba görürsüz, gəl də ayna misalına gəldim. Mən zolağı birinci çəkim, yoxsa avtobus velosiped zolağını ya avtobus xəttini. Burada da barmağını dişləyirlər ki, biz eləyəyə, məqsədimiz nədir? Kinoteatr gedən insan sayını çoxaltmaq. Birdən o 220-260 min insan var, hansı ki, rus dilində kontentə baxırdı. Onlar gəlməz, kinoteatrlar batar, sonra o boyda investorların qabağında biz nə deyəcəyik? Bu risklər də var. Amma hər halda, yəni bunu tənzimləyib etmək fikirləri var. Bu arada qanun özü deyir ki, filmlər Azərbaycan dilində olmalıdır. Bununla bağlı qanun, səhv etmirəmsə, 4 ya 5 il bundan öncə çıxmışdı. Amma bu qanunu əməl etmək praktiki olaraq mümkün deyil. Çünki dediyim kimi o xarici şirkətlərin bu piratlıqla bağlı bir narahatlığı var ki, Azərbaycan ərazisində istifadə olunan Microsoft şirkətinin məmulatlarının 85%-i piratdır. Dövlət idarələri daxil. Yəni biz bunun orijinalını, Windows'un orijinalını istifadə eləməyəndə öyrənirik də. Öyrənirik də. O indi biz çox istərdim ki, data əsaslı olaraq qərarlar qəbul olunsun, amma Qərbin artıq belə bir şeyi var. Onlar data əsaslı deyirlər. Burada piratçılıq yuxarıdır. Yəni bu avtomatik olaraq mən buna versəm, bu video başqa yerlərə gedib çıxacaq. Ola bilər. Eyni şey deyə bilərik ki, bəlkə də axı Rusiyada da piratçılıq yuxarıdır, amma onlara da verirlər filmi. Amma Rusiyanın bazar həcmi böyükdür. Yəni Hollywood indiyənə qədər bəlkə də peşmandır ki, Rusiya kimi bazara itirib və ona görə Apple TV və Netflix yavaş-yavaş rus dili dublyajı geri qaytarırlar. Biz mənə maraqlıdır ki, sadəcə gəlin bir analiz eləyək. Missiya qeyri-mümkündür də, tərcüməsi elədi. Mission Impossible 9 çıxıb. Bunu Azərbaycan dilində dublyaj eləmişik, düşünün. 10-15 aktyorla möhtəşəm dublyajdır və bunu montaj stolundan oğruyurlar bu filmi. Buraxırlar internetə, elə YouTube-a. Mən başa düşmürəm ki, nədən qorxur bu studiyalar? Yəni, nə qədər baxış olar o filmdə, Azərbaycan dilində? Məncə qanun yoxdur deyə biraz da narahatdır. Yəni, o linkə Azərbaycan Nazir aidiyyatı qurum həmin linkə blok qoya bilər. Ola bilər qlobal YouTube-dan silinməsin, amma Azərbaycan daxilindən giriş qadağan olunsun. Bizdə tam o da. Hə də, yəni o pirat saytlar ki var, bütün pirat musiqilər, pirat məmulatlar ki təqdim olunur, torrent və bu tipli şeylər Azərbaycanda açıq surətdə istifadə oluna bilir. Məsələn, Türkiyədə daxil olmaq istəsən, ora yazır ki, giriş qadağandır və girə bilməyəcəksən. Rusiyadan da eyni şey. Hə, Rusiyada da eyni şeydir. Yəni torrent Rusiyada işləmir. Amma bizdə bu açıq dövriyyədədir və təbii ki, əgər həmin saytlara linkləyəndə adamların kart məlumatları da oğurlana bilər, bank məlumatları da oğurlana bilər, phishing atakaları da ola bilər və digər şeylər də ola bilər. Təsadüfi deyil ki, Azərbaycanda son
3 gündə 75 min manata yaxın pul bank hesablarından, vətəndaşların bank Azərbaycanda hesablarından. phishing də elə şey. O phishing tək-təkdir. Tor atırlar. Yox. 100% tutacaq. Orada 100% təliyə düşən olacaq. Mən yenə də deyirəm, bilmirəm, yəni şayiə gəzir ki, bu təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulmasından irəli gələn bir haldır. Elədirsə çox biabırçılıq. Bu axırıncı bir kinonun fraqmentini gördüm. Instagramdan da paylaşdım, hələ izləyə bilməmişəm. Van Goghla süni bir dialoq yaradılıb. Van Goghun qarşısına dayanır aktyor və deyir ki, bu qədər rəsm, Van Gogh həyatı boyu heç bir rəsm əsərini sata bilməyib. Və dəlixanada, sonra balaca bir evdə yaşayıb. Aktyor ondan soruşur ki, sən düşünürsənmi ki, yəni bu nə vəziyyətdə yaşayırsan rəsmlə? Deyir, rəsm çəkməklə məşğulam. Deyir, pulun var? Deyir, yox, çox kasıb vəziyyətdəyəm. Deyir, bəs necə həyatını yaşayırsan? Deyir ki, qardaşım hərdən mənə bu evin pulunu göndərir. O da çox zəngin deyil. Və sual verir ona ki, bəs səncə sənin bacarığın Allah tərəfindən səni səfalətə aparan bir cəzadır? O da deyir ki, yox, məncə cəza deyil. Sadəcə olaraq Allah mənim istedad və yaradıcılıq zamanımı qarışdırıb. Məni səhv zamanda yaradıb. Mənə bir 100 il sonra yaratsa, 100 il sonra mənim insanlar rəsmlərimi başa düşəcək ki, həqiqətən də elə olur. Məsələn, Hikmətdir, Emildir, bir də siz doğrudan səhv zamanda, səhv ölkədə doğulduğunuzu düşünürsünüz? Bilirsiniz, mən təsadüflərə inanmıram. Mənə elə gəlir ki, hər şey yazılmış qayda ilə və planla icra olunur. Bir alqoritm fikirləşək, bir kompüter proqramı fikirləşək. Mən ezoterikam özüm. Mənə elə gəlir ki, yox. Mən öz adıma cavab verim. Hikmətlə Emilin fikrini bilmirəm. Bir missiya daşıyıcısıyıq da, əzizməli. Hər birimizin bir missiyası var bu həyatda. Və mənim də missiyam, bilmirəm, mən onu icra eləmişəm, ya icra eləyəcəm, ya icra prosesindəyəm. Amma nəsə eləməliyik. Düzdür, mən Van Gogh olmaq fikrim yoxdur. Sənətin, mədəniyyət sahəsinin kasıbçılıqla allegoriyası ən zəhləm getdiyim şeydir. Bunu, bax, bu Sovetin artıq ən iyrənc propagandasıdır. Ki, rəssam Ac olmalıdır. Ac olmalıdır, yaradıcı insan ac olmalıdır. Sən rəssam kifayət qədər zəngindir və rəssam elə olmalıdır. Rəssam elə olmalıdır da. Həmişə bahalı geyinir. Mənim qazancım handa mənəm məmurun qazancı ilə eyni və yaxud ondan artıq olmalıdır. Və onda biz mədəniyyətimizi daxili və xarici dostlarımıza təbliğ edə bilərik. Əgər mənim sahəmə, insanımın hörməti yoxdursa, hörmət də dalını deməyəcəm. Başa düşdü. Yəni, hal-hazırda belədir, təəssüflər olsun. Mən mütləq, yəni, öz sahəmi, öz həyatımı, ətrafımdakilərin həyatını zənginləşdirməliyəm. Mən hərdən ətrafımdakilərin həyatını zənginləşdirməklə məşğulam. Perspektivlə. Çünki başa düşürəm ki, biz bir dalğa olaraq getsək, mənim dividendlərim qabaqdadır. Tək getsəm, tək əldən səs çıxmaz. Bizim ölkəmiz ixraca yönümlü, rusların o tərcüməsini istəsiz altdan yazarsınız. Bu sahədə biz ni paxın, ni poleyik. Qızıl yataqlarıdır ki, heç kimin xəbəri yoxdur. Orada kimsə neftdən oynayır, kimsə zirəyə pomidor vurur, kimsə nə bilim, taxta şalban satır dərinə güldə. Bizim sahəni görmürlər və şükür Allah gələli görmürlər. Sadəcə bizim əlimizdə indi instrument yoxdur ki, qazaq o qızılları çıxardıq. O instrumentləri yaradırıq. 10 milyonluq əhalisi olan ölkə üçün çox böyük rəqəmlər fırlanır bu sahədə. Hələ bu platformaların inkişaf etdiyi bir dövrdə.
bu televiziya, yəni kino platformalarının, nə bilim, müəyyən. İndi onun hələm Azərbaycana inteqrasiyası hələm bir o qədər də deyil. Biz indi ha deyirik Netflix, Kinopoiskəni üst-üstə saysan. Neçə nəfər abunədir? Heç nə. Mən hərdən deyirəm ki, belə bir investor olardı. Gələrdi, qəşəng pul buraxardı. Bilməm, rəqəmlər təxminən mən elə düşünürəm ki, 3-4 milyon minimum söhbət gedir. Gələrdi birinci sizin yanınıza. Deyərdi Tural, əli, yığışdırın bu kontenti YouTube-dan. Gedirik Azəriliksə. Gedərdi, ayrımçılıq eləmir amma, gedərdi mənim yanıma, Emil Quliyevin yanına, Talih Yüzbəyov, Əlixan Rəcabov, Şəbnəm Tovuzlu, Üzeyir, Kəmalə Günəşli, nə baxılır da indi, tamam. Əlixana qədər yaxşı gəlmiş. Ha, yox. Bax, yox, mən biznes baxımından deyirəm. Əlixan olsa belə, siz də bura gətirin. Siz də bura. Hamısını yığışdırardı YouTube-dan. Baxın indi görüm nəyə baxırsınız, mənim hörmətli dostlarım. Azərsellə də Supersən paketində ilk girdin 6 ay pulsuz bax, öyrəşdirdin onu. Baxın, elə olan təqdirdə təsəvvür edirsiniz hansı rəqəmlərdən orada söhbət. Acun necə elədi? Hasancanı götürdü YouTube-dan, çəkdi bura. Bu hələm 10 milyon içində qurdalanmaq məsələsidir. Hələm evci oynayırıq. Amma evci oynasaq belə, bu artıq sizin mənim indi qazandığımız rəqəmlərdən xeyli çox olacaq. Yəni deyirəm, Nipaxın Napoli, yəni onu da tərcümə... Becərilməmiş torpaq. Becərilməmiş qızıl torpaqdır, bəli. Və deyim ki, mən onun hamısını instrumentini bilirəm, mənə bu dəqiqə pul ver, yox, mənə bu dəqiqə 1 milyon ver, batıracam onu, yox, məsələ onda deyil. Mən də fikirləşirəm, dostlarım da fikirləşir, siz də əminəm ki, hərdən öz sahəniz üzrə fikirləşirsiniz ki, nəyi bilmirik biz, nəyi öyrənməliyik, reklam bazarı niyə bu gündədir ümumiyyətlə? Reklam bazarı ilə bağlı məsələ ondan ibarətdir ki, biz Azərbaycanda deyirlər ki, reklam bazarı balacadır, amma Gürcüstanda bizdən çoxdur, Gürcüstanda bizdən bahalıdır. Haşiyə, dünən eşitdiyim dəqiq məlumatdır, Özbəkistanda hardakı restorana $100 girirsən, 15 nəfərin hesabını verirsən, hələm paketlər də verir çıxır. Reklam bizdən 3 dəfə bahadır. Aydın. Bunun məsələnin çox sadə bir səbəbi var. Bizdə reklam bazarında kəş var. Yəni qeyri-rəsmi ödənişlər. Bizim reklam bazarı ilə televiziyaların və radioların reklam bazarı ilə aldığımız məlumatlar dövlət televiziyası və ictimai televiziyanı çıxmaq şərti ilə yalnız rəsmi ödənişlərdir. Amma biz bilirik axı reklamçılar var ki, onlar kəş verməyi sevirlər və kəş vermək onun üçün daha yaxşıdır. Şirkət də kəş almağı çox xoşlayır. Nəyə görə? Heç bir vergi vermir, heç bir yerdə qeydiyyatı yoxdur. Bizim reklam bazarımızın həcminin balaca olmasının səbəbi məhz onun rəsmi hissəsinin balaca olması hissəsidir. Onun ola bilməz ki, 3 milyonluq Gürcüstanın reklam bazarı bizdən böyük və güclü olsun. Bu mümkün deyil. Burada 10 milyon var, orada 3 milyon var. Yəni buranın 5 milyonu internetdə və televiziyada və radioda məzmun istehlak edir. Oranın cəmi cümlətən 1 milyonu. Yəni bu məsələdə qiymət və xidmətlərin verilməsi zamanı şəffaflıq çatmır. Yəni piratlıq var. Dediyiniz kimi, yəni YouTube-da mənə rahat baxa bilirəm, amma YouTube mənə imkan vermir də mən YouTube abunəçilik eləyim ki, mənim abunəçimin pullu abunəliyi olsun. Tutaq bizim orada 20 patronumuz var. Allah canlarını sağ eləsin. Biz ancaq onun üzərində fikirləşirik ki, bu layihə müsbətə çıxmalıdır. Biz burada pul qazanmalıyıq ki, bu layihəni davam etdirə bilək. Əgər bu zərərlidirsə, hər gedib öz işi ilə məşğul olacaq ki, mən zərərli işi görmək istəmirəm. Düzdürmü? Amma sən gəlirsən deyirsən, bir reklamçıya gəlib deyirsən ki, mən bunu bu qiymətə eləyirəm sənin üçün. O deyəcək ki, qardaş, mən axşam saat 6-da falan kanalda falan xanımın verilişinə bu qədər verirəm. Mən 10 minlərlə adam izləyir. Mirağanın həyat və fəaliyyəti mənə daha maraqlıdır, nəinki sənin bu efirdə ağıllı danışmaq. Oy, orada keçdiyi özəl telekanalları, özəl telekanalların idarə etmə üsulu, hansı ki o reklamları gedinə qazansan, Allah canını sağ eləsin. Hə, yəni bu məsələ ondan ibarətdir ki, biz onlar öldürüb, canlı yayımlar öldürüb. Hə, məsələ ondan ki, burada axı biz bilmirik onların neçəsi rəsmidir. Yəni açıq aydın məncə, məsələn, dövlət vergi xidməti bir xronometraj qoysa
özəl televiziyalara. Biz hətta özəl televiziyaların hansının müsbət, hansıya mənfi işlədiyini bilmirik. Bizim yeganə ölkədə bir vaxtlar ANS telekanalının vergi hesabatları şəffaf idi və ölkədə Azərseldən sonra ikinci ən böyük vergi ödəyicisi ANS televiziyası idi. Bu faktdır. Biz yalnız onlar haqqında məlumat bilmişik. Digər özəl televiziyaların maliyyə vəziyyəti, ortalama əmək haqqları müsbətdədirlər, mənfidədirlər. Kimdir? Məsələn, biz bankların illik hesabatlarını bilirik, çünki o məcburdur bu hesabatları versin ki, mənfəətdədir, gəlirdədir, kredit təşkilatları və s. Əli qoymaz yalan deməyə. Müxtəlif holdinglər özlərinin müsbət və müsbətdə yoxsa mənfidə olduqlarını deməlidirlər. Çünki bu investora maraqlıdır ki, mən bura investisiya edeyim yoxsa yox. Həm də müştəri də cəlb eləmək üçün də portfeldə. Bəli. İndi isə televiziya bu məlumatı vermir. Hansısa bir X bir stəkan şirkəti. O bilmir axı Turala pul versin, Azərə pul versin, yoxsa televiziya pul versin. Hələ mən burada reytinqi qoyuram kənara ya. Bu həqiqi reytinqdirmi, reytinqdirmi? Ümumiyyətlə o reytinqin arxasında kim dayanır, pultun arxasında kimdir? Niyə görə həmin vaxtı o qalib gəlir? Amma bir dənə ədalət naminə bir şey deyim sənə Tural, o reyting məsələsinə gələndə. Deməli, indi çalışacağam, at çəkməyəcəm, camiyə balacadır, başa düşəcəm. Misal üçün, Tükəzbanula deyə şəhər adı, adında holdingdə işləyən bir tanışım var. Hansı ki, Azərbaycan kanallarına çox maraqlı fakt, dəfələrlə rastlaşmır. Azərbaycan kanallarına baxmır, təbii ki, hamısı da sevirdi də o sözü deməyə. Allah canlarını sağ eləsin. Bir ilk cümlə, mən Azərbaycan kanallarına baxmıram, necəsiz Azər? O deməsəydin də olardı, mən kanal mənimdir, xətrimə dəyirsən deyim. Neyse, bu Tükəzbanula məni 10 ildir görmür. Mənim deməli YouTube-da, kinoteatrlarda, müxtəlif telekanallarda onlarla filmim çıxıb. Pis, yaxşı, axır ki çıxıb. Amma təxmini bilir ki, mən aktyoram. Biz bu ilə məktəbdə oxumuşuq. Gedirəm ən özəl kanalın, ən özəl verilişinə. Düzdür, nadir hallarda gedirəm, amma hərdən gedirəm. Xüsusi insanlar var, hansılar ki, yox deyə bilmirəm və verilişi digər verilişlərdən keyfiyyət baxımından fərqlənir. Oturam orada 2 saat. 2 saat ərzində 2 kəlmə söhbət edirəm, hələlik bu qənlər. Oxuyub qutarsı. Çıxıram. Çıxa yolda fikirləşirəm ki, bu reytinglər yalançıdır, bu reytinglər şəffafdırmı, şəffaf deyil, sual altındadır. Bu verilişin nəyinə baxırlar? 20 ildən sonra bu Tükəzbanula mənə zəng eləmirmi? Azər, я тебя видела на передаче. Birinci sual, sən o verilişə niyə baxırsan? Sən Azərbaycan kanalında. Belə faktlarla da qarşılaşmışam. Ona görə əvvəllər mən də əlimə belə necə deyim, mikrofonu alırdım, deyirdim, səhvsiniz falan. Sonra barmağımı düşləmişəm ki, bir dəqiqə deyəm. Bəlkə nəsə bizim bilmədiyimiz şey var. Yəni baxırlar. Bəlkə kimsə mırta baxır, kimsə həqiqətən maariflənməyə baxır, bilmirəm. Amma kiminsə evində yemək iyi çıxanda fonda o dayanmadan danışır. Tək ki danışsın, bizim çörəyimiz bundan çıxır. Hər insan ki mənə deyir ki, mən televiziyadan antena qırmışam, ancaq YouTube-a baxıram, mənə elə gəlir ki, mənim bədənimə bıçaq soxur. Çünki televiziyalar getdi, biz də getdik. Biz YouTube çox böyük okeandır. Biz dənizdə, göldə oynayırıq. Seçilə bilirik. Biz okeanda, sərhədsiz, bucaqsız okeanda necə oynayacağıq? Söyüşlə bağlı, əli başda sözü kəsirəm, söyüşlə bağlı bir şey istəyirəm deyim, bir dənə tamaşaçılar, izləyənlər şeydir. Bu ənənə ümumiyyətlə verilişdə söyüş tok-şou, bu gəlib Oprah Winfrey-dən, səhv eləmirəmsə, 80-ci, 90-cı illər şousundan indi bütün dünyada elədi ya, Azərbaycanda tək elə deyil. Misal üçün, hansı Polşada, Rumuniyada, hansı verilişdə səs-küy qalxır, o veriliş baxılır. Hansı siyasi kanal öz hakimiyyətini söyürsə, o veriliş baxılır, paylanışır. Məsələ ondadır ki, onu prosta necə eləməyini biz bilmirik. Yəni, sən söyüşün qara qışqırığın pomidor yumurtasısan, ya qara qışqırığın steykisən. Bax, bir dənə onu tarazdasaq, məncə bizdə də yeyirlər. Biz hərdən o vaxt komediyalar çəkirdik, bəzi personajlarla ki, hamı ki söyürdü onlara ki, bunlar kinoteatrda, bunlar bizim kinomuzu pis günə qoyub falan. Bir gün Emil Quliyevlə birləşdik, belə bir personajlardan birini deməli Emil çəkdi filmə.
Soruşdular ki, siz başqa kontent çəkirdiniz. Nə oldu belə müraciət elədiniz? Dedim ki, əzizim, biz indi bunu götürəcəyik. Bunun duzunu, istiotunu, nə bilim, ədviyyatını, balını, görünüşünü, kadrını başqa cür eləyəcəyik. Baxın, görün necə alınır. Və belə bir film çıxdı. Təəssüf ki, hələm YouTube'da falan yoxdur. Vaxtında kinoteatrlarda olub. Yenə deyirəm, bu da lazım deyə. Malaxov o vaxt başlayanda söyüşlə başlayıb. Malaxov nə deyir, belə yağ kimi yayılır da bizim qulağımıza. Onlar prosta onu peşəkar eləyir də, qəşəng eləyir, bahalı eləyir, zəngin eləyir. Tənqidi fikir olsun, məsələn, Türkiyədən indi biz çox türk kontenti ilə böyümüşük də. Türk kontentinin özündə Okan Bayülgen axşamlar çox açıq-saçıq danışırdı Zaqada, Media Kralında. Ya da ingilislərin özü bəyəm söyüşsüz efirləri olur ki, çox nadir hallarda olur. MTV-nin öz buraxılışları, nə bilim şey. Məsələ onu təqdim etmə və fikir, məsələn, biz axırıncı o atasız qızlarla bağlı məsələ, o qədər toxunulası məsələ var ki, mən səhv deyir ha o. Amma azad fikirdir də belə baxanda. Azad fikir tərəfində olanların da adamla bağlı məsələləri normal deyildi. Belə məsələn mən Murad Dadaşovun məni ən kədərləndirən bizim mediada cümlələrindən biri idi. Mən belə kontent verməliyəm ki, ayın axırı maaşı verim də. Məsələn, illərlə cənab prezidentin də qarşısında çıxışlarında kontentdən, teatrdan, yaxşı kinodan danışan adamların yekunda biz bu kontenti eləyirik, maaşı verək də cümləsi eşitmək mənim üçün game over'dır. Yəni Murad Dadaşov da əgər artıq başa düşürsək elə bu kontent lazımdır Xəzər TV-yə ki, ayın axırı maaşı verək. Başqa kim eləyəcək? Murad başqa kim eləsin? Amma Murad Dadaşovun belə tərəfini saxlamaq kimi olsun. Murad da eyni şeyi eləyir digər kanal. Amma Murad onun o bayaq dediyim kimi müqayisələr dadına, duzuna, qədərinə, ədviyyatına, kartinka, yəni görüntüyə. Biraz yəni elə şeylər eləyir. Daha çox eləyə bilər. Reallıqdır da. Biz hər şeydən danışdıq, fikir verdiksə, seriallardan danışmadıq. Və son olaraq Azər düzələcək? Variant yoxdur, düzəlməyə doğru ki. Variant yoxdur, ona görə yox ki, biz mədəniyyətimizə sahib çıxmalıyıq, mədəniyyətimizi sözsüz ki, sahib çıxmalıyıq, amma o sahib çıxanların sayı azdır. Bu düzələcək ona görə ki, o dediyim Polya necə düz? Şumlanmamış, becərilməmiş tarla. O becərilməmiş tarlada o qızılı artıq görəcəklər. O başa düşəcəklər ki, bu maliyyə, investisiya qoyulası sahədir. Bu sahə kübarlaşdırılıb hava kimi sonra satılası bir sahədir. Yavaş-yavaş oyunçular başlayırlar başa düşməyə bunu. Ona görə onların köməyi ilə mədəniyyət qalxacaq göylərə və əminəm ki, elə uzun perspektivdə yox, qısa perspektivdə kinomuzun, seriallarımızın səsi ən uca tribunalardan gələcək. Bu da hamısı maliyyənin başında dayanacaq, qazanmaq istəyinin başında dayanacaq. Tək olsun. Təşəkkür edirəm. Çox sağ olun Azər gəldiyinizə görə. Çox sağ olun. Akartın dəstəyi ilə dostlar, siz söhbətgaha dinlədiniz. Əgər siz də kanalımıza abunə olsanız, şərh yazsanız və dostlarınızla paylaşsanız sevinərik. Çünki bu alqoritmlər üçün çox vacibdir. Və həmçinin də patronumuz olub kontentlərimizi, məzmunlarımızı dəstəkləyə bilərsiniz. Görüşərik. Qismət olsa.